Deyir Allahdan qorxun, Allahı unudub, Allahın da onları öz nəfslərini unutturduğu kəslər kimi olmayın. Onlar fasik kimsələrdir. Nə deməkdir? Öz nəfslərinə unutturduqlar. Yəni Allah Taala onlara nəfslərdən nə xeyirlidirsə və nə zərərlidirsə onları unutturub. Nədir insanın nəfsinə xeyirli olan? İtaətlər və bunun yaxşı aqibəti olan cənnət nemətlər, düzdürmü? Allah tanımırsa, Allah unudubsa, Allah ibadət eləmirsə, qardaş, Allah Taala onu özündən uzaqlaşdırıb. Bilmir nəyin dalınca getsin. Səmərəsiz bir həyat yaşayır. Qəflətdə olduğuna görə, Allah unutduğuna görə. Allah bu haldan qorusun. Ona görə hər bir insan gərək, qardaş, mütəmadi olaraq öz nəfsinə hesaba çəksin. Ya Rab, məni bağışla, mənə yardım et, məni müvəffəq et, müqəssirəm, məni düzəlt, acizəm, zəifəm, məni qüvvətləndir. Daima bu duaları eləmək lazım. İnsan özündə gərək bu duaları eləsin. Özünə arxayın olmasın. 5 vaxt namaz qılıram, nə bilim, vaxtaşarı məclisə gedirəm, vaxtaşarı dərslərə gedirəm, dinləyirəm. Vallahi arxanlaşmaq lazım deyil. Mömin insan salih əməlləri həmişə arxada görər. Önündə ancaq günahlar olar. Önündə günahlarımızı görsək, həmişə tövbəyə tələsəcəyik. Amma insan önündə ancaq salih əməllərini görsə, arxayınlaşacaq. Maşallah, bax, nə qədər salih əməllərim var, gözünün önündədir. Namazlarım, oruclarım, ibadətlərim, dərslərim, nafilələrim, həcc, ümrə və s. və ilaxır. Arxayınlaşır. Amma aqil insan həmişə gözünün önündə yalnız günahlarını gətirir. Salih əməllərə belə baxmaz. Filan əməllərim var. Niyə? Arxayınçılıq gəlməsin deyə. İtaat üzərində daim olsun deyə, həmişə tövbə üzərində olsun deyə, həmişə gözünün önündə hansı əməlləridir? Günahları.